Salamlayıram hər kəsi. Mən kimya biologiya müəllimi Günel müəlliməm. Bugün kimya fənnindən şagirdlərin qarışdırdığı, şagirdlərin eyniləşdirdiyi polyar molekul və polyar rabitə anlayışı haqqında məlumat vermək istəyirəm. Şagirdlər adətən bu polyar rabitə ilə polyar molekulu eyniləşdirirlər. Bunlar bir-birinə yaxın anlayış olsalar da, amma eyniləşdirmək olmaz. Ona görə bunu anlamalıyıq ki, polyar molekul nədir, polyar rabitə nədir? Dərsə keçməzdən əvvəl qeyd edim ki, həm kimya, həm biologiya fənnindən onlayn və əyani dərslərimizə qoşulmaq üçün bu nömrə ilə 050 698 00 88 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi keçək dərsimizə. Əvvəl bir xatırlatma eləyək. Deməli, rabitəni yadımıza salaq. Rabitə elektron təbiətlidir. Rabitəni yaradan atomların xarakterinə görə rabitə 4 yerə ayrılırdı. Yəni, rabitənin 4 növü var idi. Kovalent rabitə, hidrogen rabitəsi, ion rabitəsi və metal rabitə. Biz bu polyar və qeyri-polyar anlayışlarına baxmaq üçün kovalent rabitəyə baxırıq. Xatırlayırıq ki, kovalent rabitə 2 yerə ayrılırdı. Qeyri-polyar və polyar. Şagirdlər elə bunu əzbərləyirlər ki, qeyri-polyar kovalent rabitə eyni qeyri-metal atomları arasında, yəni elektromənfilikləri eyni olan eyni qeyri-metal atomları arasında yaranır. Polyar kovalent rabitə isə elektromənfilikləri fərqlənən müxtəlif qeyri-metal atomları arasında, misal üçün H-xlor, karbon qazı, CO2, yəni elektromənfilikləri fərqlənən müxtəlif qeyri-metal atomları arasında yaranır. Bunu əzbərləməkdən əlavə bunun mahiyyətini başa düşməliyik ki, niyə buna polyar deyirik, niyə buna qeyri-polyar deyirik. İndi buna baxaq. Deməli, misal üçün elə H-xlora baxırıq. Hidrogen və xlor atomları arasında rabitə yaranan zaman, əvvəl onu deyim ki, elektromənfilik sırasını bilməyimiz məsləhətdir, yəni əzbərləməyimiz. Əzbərləməsək də, onsuz da dövrü sistemdə, dövrü cədvəldə biz elementlərin yerini bildiyimiz üçün bilirik elektromənfiliklər necə dəyişir. Dövrlər üzrə soldan sağa getdikcə elektromənfilik artır. Ona görə hidrogenin elektromənfiliyi aşağıdır, xlorun elektromənfiliyi yuxarıdır, çoxdur. Elektronlar elektromənfiliyi az olan elementdən çox olan elementə doğru gedirlər. Ona görə burada da elektronlar hidrogendən xlora tərəf çəkiləcəklər. Bu zaman deməli elektron sıxlığı xlora tərəf çəkildiyi üçün xlor mənfi yüklənir. Buna mənfi effektiv yük deyilir. Elektron sıxlığı hidrogendən uzaqlaşdığı üçün hidrogen müsbət yüklənir. Buna müsbət effektiv yük deyilir. Demək, burada nə görürük? Müsbət və mənfi qütb yarandı. Qütübləşmə yarandı. Buna dipol da deyilir və biz buna deyirik polyarlaşma. Müsbət qütblə mənfi qütbün yaranmasına polyarlaşma deyirik. Ona görə də bu rabitəyə polyar rabitə deyirik. Yəni, bu müsbət və mənfi qütbün hesabına polyar rabitə yarandı. Qeyri-polyar rabitə isə, misal üçün, tutaq ki, azot molekulu arasında qeyri-polyar kovalent rabitədir. Onsuz da 2 dənə azot atomu birləşib, azot atomları, yəni eyni atomlardır. Bunların elektromənfilikləri fərqlənmir deyə müsbət və mənfi qütb yaranmayacaq. Ona görə polyarlaşma getməyəcək deyə bu olur qeyri-polyar kovalent rabitə. İndi biz baxaq ki, polyar rabitəni bildik. İndi biz baxaq, polyar molekul nə deməkdir? Elə maddələr var ki, onlarda elə misal üçün bu H-xlorda. H-xlor həm polyar molekuldur, həm də burada polyar rabitə var. Amma elə maddələr, elə molekullar var ki, orada rabitə polyardır, molekul özü qeyri-polyardır. Misal üçün karbon qazı. Rabitə polyardır, çünki 2 dənə müxtəlif qeyri-metallardır, amma molekul qeyri-polyardır. Niyə molekul qeyri-polyardır? Deməli, burada bu karbon qazında mərkəzi atom karbon. Mərkəzi atomun istifadə olunmamış elektron cütü yoxdur. Karbonun sıra nömrəsi 6-dır. Elektron konfigurasiyasını yazırıq. 1s2, 2s2, 2p2. Həyəcanlanma baş verdiyi zaman 2s1, 2p3. 4 valentlik xarici energetik səviyyəsində 4 elektron olduğu üçün 4 valentlik göstərir. Burada da karbon 4 valentlik göstərir. Deməli, 4 valent elektronun, yəni 4'ü də rabitədə iştirak eləyib, istifadə olunmamış elektron cütü yoxdur.
Ona görə də bu molekullar simmetrikdir, qeyri-polyardırlar. Və yaxud da ki, misal üçün yazaq SO3. SO3. Burada kükürt 6 valentli göstərir. Biz də bilirik ki, kükürt maksimum 6 valentli göstərə bilir. 2, 4, yəni maksimum valentliyi 6-dır. Burada elə kükürt 6 valent göstərib, yəni mümkün 6 valent elektronun 6-sı da rabitədə iştirak eləyib. 6-sı da rabitənin əmələ gəlməsində iştirak eləyib. İstifadə olunmamış elektron cütü yoxdur. Ona görə də molekul simmetrikdir və qeyri-polyardır. İndi bəs baxaq polyar molekul nədir? Misal üçün, bunu artıq silim. Misal üçün hidrogen sulfid. Burada kükürt mümkün 6 valentlikdən 2 valentlik göstərib. Biz bilirik ki, kükürt 6 valentlik, maksimum kükürdün valentliyi 6-dır. 2 valent göstərib və bu zaman kükürdün 2 elektron cütü sərbəst qalır. Rabitənin əmələ gəlməsində iştirak eləmir, sərbəst qalır. Sərbəst elektron cütlərinin əmələ gətirdiyi elektron orbitalları rabitə əmələ gətirən orbitalları itələyir və molekullar qeyri-simmetrik olur. Bu zaman molekul olur polyar. Yəni burada rabitə də polyardır, molekul da polyardır. Molekul niyə polyar oldu? Çünki istifadə olunmamış elektron cütü var. Və həmin o istifadə olunmamış elektron cütü ki, hansı orbitallarda var, o elektron orbitalları rabitə əmələ gətirən orbitalları itələyir, molekul qeyri-simmetrik olur və polyar molekul olur. Deməli, burada rabitə də polyardır, molekul da polyardır. Karbon qazında rabitə polyardır, molekul qeyri-polyardır. Misal üçün, polyar